Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Nahmaduhu ve nesta'inuhu ve nestağfiruhu ve netevekkalu aleyhi ve nesalli ve nesallim ala habibihi ve necibihi ve hayratihi fi halqihi hafiz sirrih مبلغ رسالاته بشير رحمته نذير نقمته سيدنا ونبينا أبي القاسم المصطفى محمد وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين أوصيكم ونفسي بتقوى الله يا عباد الله. السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü və siz əziz dəyərli dostları, möminləri, möminələri, nazlı baz qardaşlarımı mübarək cümə günü ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala ibadətlərimizi, itaətlərimizi ali dərəcədə inşallah qəbul eləsin. Dünyadan keçənlərimizin hamısının ruhunu şad eləsin. Qəbirstanlıq əhlinin ruhunu şad eləsin. Şəhid Ayətullahül Üzma Seyyid Əli Xamneyanın ruhunu şad eləsin. Muhammed və Muhammedə salavat inayət edin inşallah. Allahümmə salli alə Muhammed və ali Muhammed və əccil fərəcəhum. Bir mövzu haqqında istəyirəm. Sizdən fikirlərimi bölüşdürəm. Mövzu yeni mövzu deyil. Amma mövzunun içərisində bir neçə dənə xüsusi nöqtə var. Onların haqqında istəyirəm danışam. Bizim Üsuliddin var da, Üsuliddin dinin kökü və əsasıdır. Üsuliddinin birincisi nədir? Üsuliddinin birincisi budur ki, Tohid. Yəni Allah təkdir. Heç bir şəriki yoxdur. Buna deyirlər Tohid. Biz həmişə Tohiddən danışanda, həmişə Tohiddən start gətirəndə budur ki, Allahın şəriki yoxdur. Allah təkdir, vahiddir, əhəddir. Onun misli, tayı, bərabəri yoxdur. Həmişə biz tohiddən düşüncəmiz budur. Belə deyilmi? Bundan başqa bir düşüncə varmı? Tohid həqiqətdə ancaq Allahın şəriki yoxdur, Allah təkdir. Ancaq bu deyil. Tohidin içərisində başqa bir məsələdə yatır. O daha canlıdır. O həm insanın içərisində bir inqilab eləyir, həm də insanın daxilindəki tohidi diri saxlayır. İnqilab nədir? İnqilab çevrilişə deyir. İnsan qəlbində bir çevriliş aparır tohid. Nə çevrilişi aparır tohid? Qur'an-ı Kərimin ayələrinə diqqət eləsək, tohid ancaq Allah təkdir və şəriki yoxdur anlamında deyil. Bunlar bir hissədir. Onun içərisində bir inqilab var. İnqilab nədir? Tohid, yəni azadlıq. Nədən azad olursan tohiddə? Allahdan başqa, Allahdan qeyri hər bir varlığın qarşısında bəndəlikdən azad olaraq Allahın bəndəliyinə keçməyə tohid deyirlər. Tohid nədir? Yəni Allah təkdir və mən ancaq və ancaq, yalnız və yalnız ona bəndəyəm. Tohidin içərisindəki əsas bir dənə anlam budur ki, Allahdan qeyri hər nə varsa, istər insan, istər qeyri insan, fərq eləmir. Allah təkdir deyəsən və Allahdan qeyrisinin bəndəliyini qəbul eləməyəsən. Buna deyirlər tohid. Tohiddə neçə dənə nöqtə var. Mən onları bir-bir sayıram. Birinci budur ki,
Tohid deyəndə, yəni Allah təkdir və bu aləm, bu kainat Allahın məxluqatıdır. Hər nə bu aləmdə varsa, ancaq və ancaq vahid və əhəd olan Allahın qüdrəti altındadır və Allahın iradəsi ilə bunlar xəlq olublar. Allah bunları xəlq eləyib, Allahın məxluqatıdır bu aləm. Bu aləmin təkcə xaliqi, mütləq kəmal sahibi olan Allahdır. Əgər belə olsa, biz bu əqidədə olsaq ki, bu aləmin yaradanı, yeganə, vahid Allahdır, əqlimiz hökm verir. Nə hökm verir? Deyir ki, əgər belədirsə də, sən onda gərək ki, həmin Allahın qarşısında itaət eləyərək baş əyəsən. Bu Allahdan qeyrisinin qarşısında gərək baş əyməyəsən. Tohid yəni bu. Bu bir. İkincisi, ibadət nədir? Nəyə deyilir ibadət? İbadətin anlamı nədir? Biz bəzən ibadət deyəndə belə düşünürük ki, ibadət namazdır. Allahın qarşısında səcdədir, Allahın qarşısında rukudur, Allahın qarşısında əyilməkdir. İbadət budur. Xeyr, belə deyil. İbadət ancaq namaz, oruc, səcdə, rukudan ibarət deyil. Xeyr. Onlar ibadətin bir hissəsidir. Amma ibadətin bütövünü bunlar təşkil eləmir. Əgər bir şəxs başqa Allahdan qeyrisinin əmrinin arxasında dura, Allahdan qeyrisindən əmr gözləyə və o əmrə itaət eləyə və Allahdan qeyrisi onu hidayətə çağıra, hidayət eləyə və yaxud bir siyasi qüdrət, qüvvət və yaxud bir inhirafa düşmüş, yolunu azmış bir məzhəb və yaxud insanın öz şəxsi nəfsi onu itaətinə dəvət eləyə və insan ondan itaət eləyə, onun həqiqətdə itaəti Allaha deyil, öz nəfsinədir. İnsan öz nəfsinə itaət eləsə, tohiddən çıxır da bilirsiniz. Öz nəfsinə bəndə olur, öz nəfsinə qul olur və yaxud başqa münhərif məzhəb və münhərif fikirlərə itaət eləsə, yenə Allahın tohidindən çıxır. İnsanın ən böyük qələbəsi nədir bilirsinizmi? İnsanın ən böyük qələbəsi budur ki, insan özünü yenə, özünlə mübarizə apara, özünü məğlub eləyə. İnsan içərisində bir nəfs var ki, o gecə və gündüz bizi ona itaət eləməyə dəvət eləyir. Ona da deyirlər istək. Əgər bir insan Allah Taala'ya baş əyirsə, Allahın tohidini, təhliyini, birliyini qəbul edibsə, onun kənarında ikinci bir varlığa da itaət edirsə, onda həmin insan müşrikdir. Bəs vəhabilərin dediyi şirk deyil ancaq. Onlar başqa prizmadan yanaşırlar. Ya Əli, ya Muhammed, ya Fatimə, aya bunlar şirkdir. Yox, bəzən insan elə öz nəfsinə də ibadəti eləsə. Olar ki, başqa məsələ, onların açıqlaması var. İnsan bəzən tohiddə ola, səcdə eləyə öz nəfsinə əsir olub, öz nəfsinə itaət eləyir, mənliyi onu gecə-gündüz sürükləyir özünə tərəf, bəs o tohiddə deyil. O həqiqətdə öz nəfsinin bəndəsi və əsiridir. Öz nəfsinə əsir düşmək insanı tohiddən yayındırır. Bu məsələdə gərək insan diqqət eləyə. Hər kəs başqasının sözünə qulaq asarsa, o söz insanı Allahdan çəkindirərsə və şeytani söz olarsa, həqiqətdə insan həmin sözü deyənə əsir və itaətçidir və ona bəndədir. Bir məsələ bu. Üçüncü məsələ budur ki, tohid deyəndə nə başa düşməliyik? Tohid deyəndə bunu başa düşməliyik ki,
Gərək ki, insan tövhiddə olduqda təbəqələri nəfi eləyə. Təbəqələrdən insan özünü amanda saxlayır. Təbəqə nədir? Yəni, tövhidin nəticəsi budur ki, insanda ədalət və bərabərlik yaradır. Tövhiddə olan insan da özünü başqasından üstün tutmamalıdır. Zalimlər o zaman tüğyan eləyir ki, özünü başqasından üstün tutur. Deyir, mənim qüvvəm sizdən çoxdur, mənim qüdrətim sizdən çoxdur, mənim zəkam sizdən çoxdur, mənim ağlım sizdən çoxdur, mənim düşüncəm sizdən çoxdur. Gərək ki, siz mənə itaət eləyəsiniz. Tövhid əhli belə deyil. Tövhid gəlir bizdə balanslaşdırır, normallaşdırır. Deyir ki, ədalət olmalıdır, bərabərlik olmalıdır. Heç kəsdən üstün deyil. Allah Teala Quranda Kərimdə nə buyurur? Deyir, üstünlük ancaq və ancaq nədədir? Təqvada. Ancaq təqvadadır. Bir kəs digərindən üstündürsə də, nə onun irqi, nə onun milləti, nə onun qüvvəsi, nə onun dünyəvi cəlalı onu üstün eləyə bilməz. Yeganə üstünlük təqvadadır. Hər kəsin təqvası qəlbində daha çox olsa, əməlində özünü daha çox təzahür eləsə, Allah qatında ən üstün şəxs odur. Ona deyirlər təqva əhli. Bəs demək tövhiddə məna budur ki, Allahın bəndəsi olan şəxs gərək heç bir üstünlüyün altına keçməyə. O üstünlük ki, insanda qürur və zülm yaradır. Bəzi üstünlüklər insanda zülm yaradır. Olmaz. Tövhid cəmiyyətində bunlar yasaqdır. Və sonuncu sözüm budur. Buna da diqqət edin, mən nəticə almaq istəyirəm. Sonuncu sözüm budur ki, tövhid həqiqətdə Allah və tağutun arasında sərhəddi müəyyənləşdirir. Allah və tağut arasında sərhəddi müəyyənləşdirir. Ya gərək Allaha ibadət eləyəsən, tək olan Allahın qarşısında baş əyəsən, əgər bundan çıxdınsa da sən olursan tağuta bəndə, zalimə bəndə, imperializmə bəndə və qul və əsir olursan. Bizim bir dənə zikrimiz var ki, bu zikr məruf zikirdir. La ilahə illallah. Düzdürmü? Bu zikrə birdən diqqət yetirin. Bu zikr iki hissədən ibarətdir. Deyir, la ilahə. Sonra deyir, illallah. Diqqət eləyibsizmi ki, demir, la Allah illallah. Belə bir söz demir. Əvvəl deyir, la ilahə. Bu bir hissə. Bu əvvəldə nəfi var, inkar var. Nəyi inkar eləyir? Deyir, la ilahə. İlah yoxdur. La ilahə, heç bir ilah yoxdur. İkinci hissədə gəlir, nədir? İsbat eləyir, illallah. Allahdan başqa. Əvvəl bütləri inkar eləyir, tağutu inkar eləyir, zülmü inkar eləyir, sonra gəlir, deyir, illallah. Demir, la Allah illallah. Deyir, la ilahə. İlah buddur. Allahdan qeyrisinə bəndə olmağı inkar eləyir. Deyir, Allahdan qeyrisinə bəndəlikdən çıxmalısan, sonra tövhidə gəlməlisən. Maraqlı budur, biz bəzən tövhidə gəlirik, amma Allahdan qeyrisinə də elə ibadətdə qalırıq. Allahdan qeyrisinə ibadət nədir? Zülmün qarşısında səzdiyə getmək. Zalimin qarşısında heç müqavimət göstərmədən baş əymək, ləbbeyk demək. Bu əsirdir, bu tövhid deyil. Bu həqiqi müvəhhid deyil, həqiqi müvəhhid, həqiqi tövhidci, həqiqi tək Allahda olan şəxs. O şəxsdir ki, əvvəl içərisində nəfi eləyə, o pislikləri ləğv eləyə, la ilahə, yoxdur bir tağut, qəlbimdə heç bir tağut yoxdur. Heç bir müstəkbir yoxdur, heç bir zalim yoxdur, heç bir büt yoxdur qəlbimdə, nəfsim də mənə bütə çevirə bilməz. Bundan azad eləyirəm, deyir, illallah. Heç bir ilah yoxdur Allahdan başqa. İlahi, mən bugün özümə, daxilimə nəzər salıram, görürəm ki, daxilim
xarici və daxili bütlərlə doludur. Həqiqətdir bu. Bir zalimin qarşısında möhkəm dayana bilmirəmsə, boyun əyirəmsə, ona bəndəyəm. Və yaxud ondan gəlib bu tərəfə şəxsi həyatımızda, əgər nəfsimizə biz dur deyə bilmiriksə, ona əsiriksə, demək biz nəfsimizin bəndəsiyik. Baxmayaraq ki, Allah qarşısında səcdə edirəm, bir dəfə iç, bir dəfə ye. Nəfs deyir də bunu. Əqil deyir, olmaz. Uca Rəbbin, vahid və əhəd olan Allahım onu qadağa buyurub deyir, olmaz. Sən ona baş əyirsən, onun bəndəsən, onun təhlili qəbul edibsən, nəfsində reybi yox. Bir dəfədən bir şey olmaz. Bəs burada Allahın sözü və nəfsin sözündə əgər mən günaha getdimsə, avtomatik olaraq nəfsin sözünü qabaqladım. Bəs mən daxildə tohiddən çıxdım. Allah sənə and verir İzzət və Cəlalına. Düzgün tohidi dərk eləməkdə bizə iman ver. Pərverdigar-ı aləm sənə and verirəm İzzət və Cəlalına. Tohidi dərk eləməkdə, tohiddən yaşamaqda, tohidin qarşısında səcdə eləməkdə bizə iman bəxş elə. Allah Teala dualarımızı müstəcab eləsin, aqibətimizi xeyirli qərar versin, müşküllərimizi həll eləsin. Muhammed və Muhammedə sallat yad edin inşallah. Allahümme Bismillahirrahmanirrahim. Vel asr innel insane lefî xusr illellezine amenu ve amilussalihat ve tevasav bil haqq ve tevasav bis sabr. Sallu ala Muhammed ve ali Muhammed.